Salam uşaqlar, hər birinizi xoş gördük. İnşallah biz bugün 5.4 mövzusunun, yəni keçiricilər və dielektriklər mövzusunun çalışmalarına baxacağıq. Gəlin başlayaq. Çalışma 1. Sxemi tamamla deyir. Burada bir sxem görürük. Sxemin tən ortasında maddə yazılıb. 2 hissəyə bölünür. Keçiricilər və digərləri əlbəttə ki, dielektriklər olacaq. Bunu buraya mən dielektriklər yazıram. Devam edək. Burada dielektriklər barəsində bizə məlumat verilib. Dielektriklərdə sərbəst yük daşıyıcıları yoxdur. Amma keçiricilər üçün biz yazarıq ki, sərbəst yük daşıyıcıları mövcuddur. Bunu buraya yazaq. Sərbəst yük daşıyıcıları var yazaq. Devam edək. Çalışma 2. Şəkildəki A cismi aşağıdakı maddələrin hansılarından hazırlanmış ola bilər? Burada A cismini görürsünüz. Burada isə bizə maddələr göstərilir ki, bunlardan hansından hazırlanmış ola bilər? Gördüyünüz kimi burada bir batareyamız var. Cəryan mənbəyi deyirik biz ona. Və onunla bir dövrə quruludur. Dövrəyə lampa birləşib. Lampaya diqqətlə fikir versəniz görərsiniz ki, lampanın kənarlarında belə sarı xətlər çəkib. Düzdür, burada çox aydın görünmür. Bu o deməkdir ki, lampa yanır. Lampa yanırsa, onda buradakı bu A cismi elektrik cəryanını keçirir. Yəni keçirici maddədir, dielektrik deyil. O zaman onun hazırlandığı maddə aşağıdakilərdən hansı ola bilər? Gəlin ona baxaq. Şüşə ola bilməz. Çünki şüşə dielektrikdir, elektriki keçirmir. Mis ola bilər. Bəli, mis elektriki keçirən maddədir. Bütün metallar elektriki keçirəsində. Sonra plasmas var. Plasmas da elektriki keçirmir, dielektrikdir. Bir də yenə bir metal var. Alüminium. Alüminium elektriki keçirir. Cavabı əsaslandır deyilib burada bizə. Cavabı əsaslandırsaq, biz deyə bilirik ki, 1 və 3, buradakı 1 şüşə və 3 plastik dielektrikdir. Lakin 2 və 4 mis və alüminium isə keçirici maddələrdir. Ona görə də lampa yanır. Əgər bu lampanın ətrafında, yəni burada sarı xətlər görməsəydik, yəni onun lampanın yanmadığını görmüş olacaqdır. Belə olan halda isə doğru variant olaraq, doğru cavablar olaraq şüşə ilə plastiki götürərdik. Çünki onlar da elektrikdir, elektriki keçirtmirlər. Devam edək. Çalışma 3. Qara hərflərlə verilmiş sözlərdən uyğun olanın altından xətt çək. Oxuram mətni. Bəzi maddələrdə atomun daxili ya da xarici orbitində olan elektronlarla ya da neytronlarla nüvə arasındakı elektrik cəzb etmə və yaxud itələmə qüvvəsi çox kiçikdir və yaxud da böyükdür. Əlbəttə ki, atomun yəni orbitlərində hərəkət edən elektronlardan bəhs edilə bilər. O zaman burada doğru cavab elektronlardır. Yəqin ki, burada nəzərdə tutulur ki, bəzi maddələrin atomlarının elektronlarını zəif cəzb etdiyini bilirik. Onlar həmin elektronları itirirlər. Həmin elektronlar atomdan qopur və sərbəst hala keçir və sərbəst yük daşıyıcılar yaranır. Yəni ona aid bir mətindir. Və həmin elektronlar hansı orbitdə olur? Əlbəttə ki, xarici orbitdə olurdu. Xarici orbitdə olan elektronlar ilə nüvə arasında cəzb etmə qüvvəsi çox kiçik olurdu. İtələmə qüvvəsi olmaz, çünki nüvə onları cəzb eləyir. Lakin xarici orbitdə olduğu üçün həmin elektronlar nüvə ilə çox zəif cazibə qüvvəsi ilə qarşılıqlı təsirdə olur və bunlar atomdan qopub atom iona çevrilir. Devam edək. Ona görə də həmin elektronlar, neytronlar ya da atomu tərk edərək maddə daxilində ya da xaricində müxtəlif istiqamətlərdə sərbəst hərəkət edir və öz atomundan uzaqlaşa bilirlər. Əlbəttə ki, neytronlar nüvəni tərk etməlidir. Bu isə çox çətin bir prosesdir. Onu xüsusi təcrübələr ilə etmək mümkündür. Lakin elektronların itirilməsi isə adi sürtünmə yolu ilə də etmək mümkündür.
Və ona görə də biz yuxarıda da zaten elektronlardan bəhs etmişdik. Həmin elektronlar atomu tərk edərək maddənin daxilində qalırdı. Müxtəlif istiqamətlərdə sərbəst hərəkət edir və öz atomundan uzaqlaşa bilir. Xaricinə çıxa bilərmi? Bəli, rahatlıqla maddəni tərk edib maddənin xaricinə də çıxa bilirlər. Yəni amma bir maddə xarici təsirə məruz qalmadıqda onun o zərrəciklər, yəni o atomların arasında, yəni maddənin daxilində qalarlar. Davam edək. Növbəti çalışma 4 nömrəli çalışmadır. Verilmiş söz və ifadələrdən istifadə edərək mətni tamamla deyilir. Burada həmin sözləri görürük və onları aşağıdakı mətndə düzgün şəkildə yerlərinə yazarıq. Atomu tərk edərək maddədə sərbəst hərəkət edə bilən elektronlar, adından da göründüyü kimi bunlar sərbəst elektronlardır. Yəni buradakı sərbəst elektronlar sözünü buraya yazarıq. Yazıram. Sərbəst elektronlar. Sərbəst elektronlar adlanır. Davam edək. Elektronlar elektrik yükünə malik olduğundan sərbəst elektronlar həm də necə adlanır? Sərbəst yük daşıyıcılardır. Yəni çünki onlar elektrik yükünə malikdirlər. O zaman yuxarıda bu sərbəst yük daşıyıcı deyil də sərbəst elektron yazdıq buraya. Sərbəst yük daşıyıcını buraya yazacağıq indi. Buraya yazıram. Sərbəst yük daşıyıcı. Sərbəst yük daşıyıcı da adlanır. Davam edək. Sərbəst yük daşıyıcılar, sərbəst yük daşıyıcıları olan maddələr ya naqil adlanır ya da keçirici adlanır. Yəni ikisindən birisi ilə adlandıra bilərik. O zaman buraya yazaq. Naqil və ya keçirici adlanır. Davam edək. Çalışma 5. Sərbəst yük daşıyıcıları olmayan maddə dielektrik adlanır. Buraya yazıram dielektrik. Davam edək. Çalışma 6. Şüşə çubuğu ipək parça ilə sürtüldükdə şüşənin sürtülən hissəsi mənfi elektrik yükü ilə yüklənir. Sürtülməyən hissəsi isə neytral qalır. Bunun səbəbini izah et. Deməli, şüşənin sürtülən hissəsi mənfi yüklə yüklənməz. Birinci bax, burada bir səhvimiz var. Niyə görə səhvdir bu? Çünki şüşə ipək parçaya sürtüldükdə müsbət yüklənir. Şüşənin belə deyək, elektronları atomlarına daha zəif cəzb olunur. Ona görə də şüşənin fərz edək ki, bu hissəsini biz, yəni bu sağ tərəfini sürtmüşük ipək parça ilə, o zaman həmin hissə müsbət yüklənər. Yəni burası müsbət yüklənər. Yəni şərtdəki kimi mənfi elektrik yükü ilə yüklənir deməyimiz yanlış olar. O bir tərəfi isə, yəni bu hissəsi isə neytral qalır. Səbəbi soruşulur ki, bu hissə yüklənmiş ikən bu hissəsi niyə neytral qalır? Çünki bu sağ tərəfdən sol tərəfə yük daşıyıcılar yoxdur ki, o yüklər gəlsin sol tərəfə. Ona görə də sərbəst yük daşıyıcılar olmadığı üçün dielektriklərdə yüklənmiş hissə yüklənmiş olaraq qalır. Yüklənmədiyi hissəyi isə elektrik yükü keçmir. Davam edək. Çalışma 7. Elektrik indikatoru vasitəsilə naqildə cəryanın olub-olmadığı yoxlanılır. Bu bizim indikatorumuzdur. İndikatorun ucu naqilə toxundurulduqda cəryan varsa onun işığı yanır. İndikatorun keçirici və ya dielektrik hissələrini göstər. Cavabı əsaslandır. Bunun baxın, fikir versəniz, uc hissəsi, burası keçiricidir. Onu biz naqilə toxunduracağıq. Hansı ki biz həmin naqilə cəryanın olub-olmadığını yoxluyuruq. Bu hissəsi isə şəffaf bir plastik ilə örtülüdür. Həmin hissə dielektrikdir. Yəni biz deyə bilirik ki, uc hissəsi keçiricidir. Qalan bu hissə isə dielektrikdir. Davam edək. Çalışma 8. İfadələrin doğru və ya yanlış olduğunu müəyyən edərək cədvəlin uyğun xanalarına doğru və ya yanlış yaz deyir. Neytral atomlardan təşkil olunub.
Biz belə eləyək. Bax, buradakı doğrunu və yanlışı, birisini belə yaşıl rəngli, nə deyirlər, bir işarə ilə işarə edək. Yanlış olanda da x yazaq biz ona, bizə vaxt qazandırsın. Neytral atomlardan təşkil olunub. Əlbəttə ki, keçirici təşkil olunmayıb. Dielektrik təşkil olunub neytral atomlardan. İkincisində ion və sərbəst elektronlardan təşkil olunub. İon və sərbəst elektronlardan keçirici təşkil olunub. Dielektrik təşkil olunmayıb. 3. Sürtünmə ilə elektrikləndikdə elektrik yükü yalnız sürtülən hissədə qalır. Yəni yük daşıyıcılar yoxdur. O bir tərəfə də daşımağa. Sadəcə sürtülən hissədə qalır. Bu dielektrik üçün keçərlidir. Keçirici üçün keçərli deyil. Davam edək. Daxilində elektronlar sərbəst hərəkət edir. Sərbəst yük daşıyıcılar var, yəni. Bu keçiricilərə aiddir. Dielektriklərə isə aid deyildir. Davam edək. Çalışma 9. Şəkildə gümüş atom təsvir olunub və 5 elektron hərflərlə işarələnib. Gümüşdən hazırlanmış nakildə gümüş atomunun hansı elektron sərbəst yük daşıyıcı ola bilər? Cavabını əsaslandır. Burada biz gümüş atomunu görürük. Bir neçə elektron, B elektronu, D elektronu, C elektronu, A elektronu və Y elektronları təsvir olunmuşdur. Əlbəttə ki, gümüş nüvəsi özünə ən uzaq olan, yəni onunla ən zəif elektrik cazibəsində olan elektronu itirər. Yəni o da ən uzaq olan elektron olacaqdır. Bax, buradakı B elektronunu itirəcəkdir. D daha yaxındır, A da yaxındır, Y də çox uzaq deyil. Həmçinin C-də ən uzaq olanı B-dir və ən zəif cəzb olanı da nüvəyə, yəni elə B elektronu olduğu üçün onu tərk edər. Sonuncu çalışmaya baxırıq. Çalışma 10. Dielektrik və keçirici maddələrin hər birindən hazırlanmış cisimlərə aid 5 nümunə gətirin. Yəni biz 5 nümunə gətirəcəyik. Onlar artıq cisim olacaqlar. Bəziləri dielektrikdən, bəziləri isə keçiricidən hazırlanmış olmalıdır. Deməli, əvvəl dielektrikləri yazıram. Burada yazıram. Dielektrik maddədən hazırlanmış cisimlər. Dielektrikdən hazırlanmış cisimlərə nəyi misal göstərmək olar? Məsələn, taxta qaşıq. Taxta qaşıq. Və yaxud da plastik çəngəl. Plastik çəngəl. Və yaxud da əlinizdəki plastik qələm. Məsələn, kağız vərəq. Kağız vərəq. Nə bilim, yun corab. Və s. İndi isə keçirici maddədən hazırlanmış 5 cismə aid nümunə gətirək. Burada yazıram. Keçirici. Dielektrik cisimlərə taxta qaşıq və plastik çəngəl nümunə gətirmişdik. Keçirici cisimlərə də metal qaşıq və metal çəngəl nümunə gətirə bilərik. Başqa nə nümunə gətirə bilərik? Məsələn, qapının açarını misal gətirə bilərik. Məsələn, metal mişar misal gətirilə bilər. Metal qayçı misal gətirilə bilər və s. Bugünlük bu qədər. İnşallah növbəti dərsdə görüşərik. Sağ olun.